bizdə tez-tez nağıllarda, uşaq hekayələrində məsələ bağlanır. Yəni bu belədir, bu pisdir, bu yaxşıdır. İki rəngdə hər şey verilir və qərar kiminsə tərəfdən, tez-tez görsən ki, kənardan, böyüyünün tərəfindən düzgün cavab verilir ki, bu da bu məsələnin həllidir. Əslində, əgər biz istəyirik ki, uşaq müəyyən çətin vəziyyətlərdə seçimi aparsın, əsaslı seçimi. Mən burada seçim deyəndə mənəvi dəyərlərə əsaslanmış seçimi, o açıq nağıllarla, açıq hekayələrlə, açıq situasiyaların təsviri ilə, müzakirəsi ilə bu məsələni özündə inkişaf etdirə bilər. Bu proses nə ilə bağlıdır? Siz müəyyən, məsəl üçün, sinifdə, məktəbdə, müəyyən, məsəl üçün, mən ibtidai sinifin misallarından gətirə bilərəm. Orada hekayələr maraqlı suallarla tamamlanır və bu suallar tamamlanmamış hekayə ilə bağlıdır. Sən bunu necə eləyərdin? Sən bunu necə həll eləyərdin? Necə bilirsən? Sən bu qərarı seçsən, başqasına bu necə təsir edəcək?